Salam dostlar. Bugün maşında kabin filtrini necə dəyişirik, ona baxacağıq. Kabin filtrləri adətən bu əlcək gözlüyündə barda çox dediyimiz yerdə yerləşir. Bunu açmaq üçün görürsünüz ki, burada belə plastik dayaqlar var. Onları belə içəri doğru sıxanda tam açılır. Formada. Kabin filtri də bu hissədə yerləşir. Bu fərqli modellərdə biraz fərqli ola bilər. Məsələn, bu maşında olduqca asandır dəyişmək. Bilirsiniz kimi buradan şpilkasını açırıq. Kabin filtri modeli budur. Dəyişəcəyimiz model isə budur. Bunu sadəcə yerindən çıxarıb görürük ki, pis gündədir. Köhnəni bir kənara qoyuruq və təzəni eyni istiqamətdə, orada istiqamət verilibdir. O istiqamətdə keçəcək şəkildə yerinə taxırıq. Hava filtrinin qapağını da son olaraq yerinə keçiririk. Daha sonra qapağı bağlaya bilərik. Qapağı bağlayarkən burada bu yavaşladıcının yerinə ehmalı taxmaq lazımdır. Yerine oturandan sonra kapağı indi bağlaya bilərik. Bu qədər.